Salam dostlar. Geçen videoda qeyd etdiyim kimi, bu videoda sizə kart olmadan yalnız NFC ilə müəyyən limit çərçivəsində komissiyasız şəkildə ATM-dən pul çıxarmağın ən düzgün yolunu göstərəcəm. Bu əməliyyat üçün telefonunuzda NFC funksiyası olmalıdır. NFC-ni aktiv edin və ABB tətbiqindən kart üçün Google Pay xidmətini qoşun. NFC-nin necə qoşulduğunu bilməyənlər yuxarı sağdakı i düyməsindən videoya baxa bilərlər. Bu əməliyyatları etdikdən sonra mütləq yeni nəsil ATM-lərə yaxınlaşırıq. Bunun üçün telefonda internet olması vacib deyil. Telefonu ATM-dəki NFC işarəsi, yəni NFC oxucuya yaxınlaşdırıb, daha sonra kartın 4 rəqəmli PIN kodunu daxil edirik. PIN kodunuzu unutmuşsunuzsa, rəylərdə soruşun. PIN kodun təyini və bərpası videosunun linkini oraya əlavə edəcəm. Yeni nəsil ATM-lərdə əvvəlkilərdən fərqli olaraq daha çox xidmət mövcuddur. Biz bu dəfə nağd pul kart balansından vəsaitin çıxarılması bölməsini seçirik. Burada qeyd olunur ki, maksimum 2000 manat nağdlaşdırmaq olar. Məndə məbləğ 3000 manatdan çox olduğu üçün və komissiya tutulmaması üçün əvvəlcə 2000 manat, daha sonra isə əlavə 1000 manat çıxarıram. Ümumi aylıq komissiyasız limit 3000 manat təşkil edir standart tam kartlar üçün. Lakin digər Platinum Premium kartlar üçün limit bir qədər yüksək olur. Yəni onlarda 5000 və yaxud da 10000 manata kimi komissiyasız nağdlaşdırma mümkündür. Və beləliklə 3000 manatdan yuxarı məbləğlərdə 1% minimum 1 manat təşkil edir. Uyğun xanaya 2000 yazıb vəsaiti əldə edin düyməsini sıxıram və bir neçə saniyəyə pul götürürəm. Daha sonra 1000 manatı yazaraq əməliyyatı təkrarlayıb limitimi tam istifadə edirəm və yekununda komissiyasız 3000 manat çıxarmış oluram. Unutmayın, kartdan karta göndərmə də bu limitə daxildir və eyni qayda ilə işləyir. Hal-hazırda indiki tarixdə komissiya şərtləri bu şəkildədir. Bu gün də bilməyənlər üçün daha bir məlumatı paylaşdım. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.